İranın Azərbaycandakı səfirinin evi vuruldu. Mən əvvəl elə düşündüm ki, Azərbaycanda ediblər. Xəbərlə tanış olandan sonra gördüm, yox. İranda, hadisə İranda baş verib. Çünki bizdə bu mümkün deyil də. Siz bilirsiniz ki, səfirliklər necə qorunur. Necə qorunur. Ümumiyyətlə, bizdə kimisə belə vurmaq, öldürmək, işgəncə vermək, bunlar yoxdur. Biz hamını elə özümüzdən də çox sevirik. İran İslam Respublikasının Azərbaycandakı səfiri Müçtəba Dəmirçilinin valideynlərinin yaşadığı ev bombalanıb. Təbii ki, istinad edirəm konkret nöqtəyə. Bu barədə da Yeni Sabaha istinad edib. Səfir Yeni Sabaha müsahibəsində özü məlumat verib. O bildirib ki, ata və anasının Tehranda yaşadığı ev raketlə vurulub. Allaha şükür ki, həmin vaxt onlar evdə olmayıb. Amma evə xəsarət dəyib. Səfir həmçinin bir neçə qohumunun müharibədə həlak olduğu və yaralandığını da qeyd edib. Allah hamını qorusun.